Sabunçu rayon ərazisində Muxtar Fətəliyev küçəsinin Şamil Kəmilov küçəsinin kəsişməsində bax belə bir şərait var. Su xətti yerin altından partlayır, vurur üzə, baxan yoxdur. Biz 2 aydır müraciət eləmişik, keçən il yanvarın 29-undan, bax bu dekabrın 29-undan bu hadisə baş verir. Düz yanvarın 1-indən demişik, bir nəfər gəlib baxa bilmir bunu. Bax pis gündədir, bax bu küçəni pis günə salıb buraları. Vəziyyəti pis günə qoyub buraları, asfalt örtüyünü dağda gedir. Küllü miqdarda dövlətə zərər vurur və küllü miqdarda dövlətin sərvəti su hava yeri axıb gedir. Bir nəfər buna baxan yoxdur. Afı bax bu 9 mərtəbənin həyətini doldurur, vətəndaşlar şikayət edir. Bax belə, buna bir ölçü götürmək zəhmət olmasınlar. Buna baxan şəxslər, məsuliyyət daşıyan şəxslər buna niyə ölçü götürürlər? Bax bu vəziyyəti bu gündədir.